Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Seyid Zadə, sosial yardım almaq istəyən vətəndaşlar 3 vacib xəbər çatdırmaq istəyirəm. Birinci xəbər ondan ibarətdir ki, əgər sizin valideyniniz vəfat edibsə, gəlin vərəsəyi payın qəbul edin və yaxud 3 ay ərzində imtina edin. Ona görə ki, yeni qanuna əsasən artıq sistemdə göstərilir ki, siz vərəsəsiz. Bu halda da sosial yardım kəsilir. Xüsusilə pay torpağı vasitəyə sənəd əmasızsa, özəlləşdirməlisizsə, sizin kodu yoxdursa, vergi ödeyə bilmirsinizsə, yəni sosial yardım kəsilir, nəzərə alın. Qabaq belə idi ki, 6 ay ərzində payı götürürdünüz, vərəsə hesab olunurdunuz. Götürmədinizsə, vərəsə hesab olunurdunuz, ancaq məhkəmə qaydasında sübut eləmək lazım idi. Amma indi yeni qanuna görə artıq 3 ay ərzində ya payı istəmirsinizsə imtina eləməlisiniz, yəni ki, vərəsə hesab olunursunuz. Bu da sosial yardımın kəsilməsinə gətirib çıxardır. Digər xəbər ondan ibarətdir ki, YouTube izləyicilərinin də diqqətinə baxsın, TikTok izləyicilərinin də. Deməli, YouTube kanalına abunə olan şəxslər istər sosial yardımla bağlı, istər digər məsələlərlə bağlı, hüquqi məsləhət alması 10 dəqiqə məsləhəti, 3 manat abi YouTube kanalına abunə olubsa və yaxud 10 dəqiqədən yuxarı məsləhət alması istəyirsə 10 manat abi. Yox, abunə olmazsınızsa 10 dəqiqədən yuxarı məsləhəti 25 manat alabilirsiniz. Və keçdim 3-cü xəbər. 3-cü xəbər ondan ibarətdir ki, kimsə boşanıbsa, məhkəmə qərarında əmək mənbəyi yoxsa, mütləq qaydada əmək mənbəyini qayda etdirib, mediası sakinlə təzədən getsinlər sakiş bağlasınlar. Əks halda sosial yardıma imtina verir. Hörmətli izləyicilər, nəzərə alın. Vacib məsələdən biridir. Dediyim kimi, sosial yardımla bağlı məsləhət almaq üçün və ya hüquqi məsləhət almaq üçün qeyd olunan telefon nömrəsinə əlaqə saxlaya bilərsiniz, WhatsApp-a səs göndərərək. Sağ olun, səsiniz 10 dəqiqədən yuxarı olmasın. Özdə məsləhət görərdim ki, 2 hissədən ibarət olsun. 5 dəqiqəyə sualınızı verin, sonra mən sizin suala cavab verin. Ondan sonra digər sualınız varsa verin. Ona görə. Yəni sizin vaxtınız 10 dəqiqədən oyuna keçməsin. Hörmətli izləyicilər. Bunu nəyə görə edirəm? Dəfələrlə qeyd eləmişəm. Özüm arabasında olduğuma görə, eyni zamanda əri dostlarımın kömək eləmək istədiyimə görə istəyən bir yer götürüm. Orada həm hüquqi məsləhət verim, həm əri dostlarımın əşini satır. Bu yəni 3 manat kampaniyası, 10 manat kampaniyası həmin bu işə sərf olunacaq, yəni yığılan vəsait. Ona görə kanala abunə olmağı unutmayın. Vacib məsələdir ki, birinci növbədə kanala abunə olsunuz ki, YouTube-da mənə ödəniş eləsin. Hörmətli izləyicilər. Amma dediyim kimi, məsləhət almaq istəyirsinizsə 10 dəqiqəyə 3 manatını ala bilərsiniz. Diqqətinizi görə sağ ol. Sağ ol.